Qazların sıxlığı. Fizika kursundan da bizə məlumdur ki, maddələrin sıxlığı ρ bərabərdir m bölünsün v düsturu ilə hesablanır. Qazların sıxlığı isə normal şəraitdə ixtiyari qazın sıxlığını biz ρ bərabərdir m bölünsün 22,4 düsturu ilə hesablaya bilərik. Nə üçün? Axı biz bilirik ki, normal şəraitdə ixtiyari qazın 1 molunun tutduğu həcm 22,4 litrə bərabərdir. Onda buradan yola çıxaraq biz normal şəraitdə qazın sıxlığını bu düsturla hesablaya bilərik. Məsələn, tutaq ki, bizə verilər ki, 1 mol etilenin normal şəraitdə sıxlığını hesablayın. Bu tip məsələlərdə yadda saxlayın ki, əgər sizə normal şəraitdə sözü verilirsə, bilin ki, bunun özü bir ipucudur. Yəni, Avogadro qanununda biz keçmişik ki, normal şəraitdə ixtiyari qazın 1 molunun tutduğu həcm 22,4 litrdir. Yəni, artıq bu normal şəraitdə deməklə sizə demək istəyir ki, burada həcm 22,4 litrə bərabərdir. Sıxlığı hesablamaq lazımdır. Biz bilirik ki, sıxlıq m bölünsün v düsturu ilə hesablanır. Buradan artıq bizim v-miz məlumdur. Niyə? Axı normal şəraitdə deyil. Normal şəraitdə həcm 22,4 litrdir. Kütlə olaraq biz nəyə qeyd etməliyik? Hansı qazın sıxlığını soruşur? S2H4-ün. S2H4-ün molyar kütləsi 28 qramdır. Yəni, burada m-in yerinə 28, v-nin də yerinə onsuz da əvvəldən də qeyd eləmişdim, 22,4 yazırıq. Onda belə çıxır ki, S2H4-ün, yəni etilinin normal şəraitdə sıxlığı 1,25 qram bölünsün litrə bərabərdir. Onda buradan belə çıxır ki, eyni şəraitdə müxtəlif kütləli qazlardan hansının kütləsi böyük olarsa, onda onun sıxlığı böyük olar. Çünki ρ bərabərdir m bölü v düsturunda əgər bizə eyni şəraitdə müxtəlif qazlar verilərsə, biz bilirik ki, Avogadro qanununda deyildiyi kimi, eyni şəraitdə müxtəlif qazların eyni mol saylarının tutduğu həcmlər bir-birinə bərabərdir. Onda tutaq ki, bu misalda verildiyi kimi bizə 3 müxtəlif qaz verilərsə, biz onların sıxlıqlarını, elə onların kütlələrini müqayisəsi şəklində yaza bilərik. Səbəb nədir? Məsələn, tutaq ki, CH4, O2 və CO2 qazlarının sıxlıqlarını müqayisə edilməsini soruşarsa bizdən, onda elə kütlələri hansının kütləsi ən böyük olarsa, onun sıxlığı ən böyük olar. Hansının kütləsi ən kiçik olarsa, onun sıxlığı ən kiçik olar. Açıqlamasını da aşağıda qeyd etmişəm. Məsələn, tutaq ki, baxaq CH4-də, metan qazına. Metan qazının sıxlığı nəyə bərabərdir? ρ bərabərdir m metanın kütləsi bölünsün v. Oksigəndə ρ oksigen bərabərdir oksigenin kütləsi 32 bölünsün v. ρ CO2 bərabərdir CO2-nin kütləsi 44 bölünsün v. Burada diqqətlə baxsanız görərsiniz ki, hər üçündə məxrəcdə v qeyd etmişəm. Səbəb nədir? Çünki bizə məsələnin şərtində deyir ki, eyni şəraitdə. Təkrar edirəm, eyni şəraitdə müxtəlif qazların kütləsindən asılı olmayaraq, istəyirsən birinin kütləsi 2 qram olsun, istəyirsən birinin kütləsi 108 qram olsun, fərqi yoxdur. Şərait eynidirsə, kütlədən asılı olmayaraq, eyni mol sayda qazların tutduğu həcmlər bərabərdir. Buna görə bunların hər üçünün həcmi bərabərdir. Məxrəcləri bərabər olan kəsirlərin üçünə müqayisə etsək biz bilirik, axı məxrəclər bərabərdirsə sürəti ən böyük olan kəsir böyükdür. Burada sürəti ən böyük olanımız 44-dür. Yəni nə? CO2. 44 burada CO2-nin nəyin göstərir? Kütləsin. Ona görə də heç bunu yazıb vaxt itirməyə ehtiyac yoxdur. Sıxlıqları müqayisə et deyəndə şərait eynidirsə, hansının kütləsi ən böyükdürsə, onun sıxlığı ən böyükdür. Hansının kütləsi ən kiçikdirsə, o qazın sıxlığı ən kiçikdir. Onda burada belə çıxır ki, eyni şəraitdə iki müxtəlif qazın sıxlıqları nisbəti elə onların kütlələri nisbətinə də bərabərdir.
Yəni, tutaq ki, bizə ixtiyari 2x və y qazı verilir. X qazının sıxlığı ρx bərabərdir mx bölünsün vx. Y qazının sıxlığı isə ρy bərabərdir my bölünsün vy şəklində qeyd etsək. Əgər eyni şəraitdə deyərsə, biz artıq buradan bilirik ki, şərait eynidirsə, iki müxtəlif qazın eyni mol saylarının tutduğu həcmlər bir-birinə bərabərdir. Onda buradan belə çıxır ki, X qazının həcmi ilə Y qazının həcmi bir-birinə bərabərdir. Bu zaman bu iki qazın sıxlıqlarının nisbətini elə onların kütlələrinin nisbəti kimi götürə bilərik. Eyni. Sıxlıqları necə müqayisə edəndə kütləni müqayisə etdik. Sıxlıqların nisbətində tapanda elə biz onların kütlələrinin nisbətini hesablaya bilərik. Yəni, ρx-in ρy-ə nisbəti, yəni x qazının sıxlığının y qazının sıxlığına nisbəti bərabərdir. Düsturdakıları yerinə yazsaq, onlar buradan vx ilə vy bir-birinə bərabər olduğu üçün vx və vy ixtisar etsək, onda elə bu qazların sıxlıqları nisbəti bərabər olar onların kütlələrinin nisbətinə. Və buradan ρx bölünsün ρy ifadəsi bir qazın başqa bir qaza görə nisbi sıxlığı adlanır və D hərfi ilə işarə olunur. Yəni D bərabərdir mx bölünsün my və yaxud da m1 bölünsün m2 də yaza bilərsiniz. Məsələn, kükürt 4 oksidin helyuma görə nisbi sıxlığını hesablayın deyərsə əgər bizə, biz burada nisbi sıxlıq nə deməkdir? Bu qazın sıxlığının bu qazın sıxlığına nisbətidir, düzdürmü? Yəni bir də SO2-nin sıxlığını və yaxud da helyumun sıxlığını ayrı-ayrı da hesablayıb onların nisbətini tapmağa ehtiyac yoxdur. Elə nisbi sıxlıq bərabərdir. Hansı qazı soruşursa, o qazın kütləsinin hansı qaza görə soruşursa, o həmən qazın kütləsinə nisbətinə bərabərdir. Yəni D helyum bərabərdir SO2-nin kütləsi bölünsün helyumun kütləsi. Yəni SO2-nin sıxlığının SO2 qazının helyuma görə nisbi sıxlığı 16-ya bərabərdir. Daha sonra bu bölmədə bizim tez-tez qarşımıza çıxan məsələlərdən biri qaz qarışığıdır. Ümumiyyətlə qaz qarışığı nədir? Bir-biri ilə reaksiyaya girməyən qazlar qaz qarışığı adlanır. Yəni bir-biri ilə qarşılıqlı təsirdə olmayan minimum 2 qazı bir mühitə gətirsəniz, artıq siz ixtiyari bir qaz qarışığı alırsınız. Bu qaz qarışığını minimum 2 qaz əmələ gətirir, düzdürmü? Bu 2 qaz hərəsi müəyyən mol miqdarda bir araya gəlib qaz qarışığı əmələ gətirirlər. Ancaq bu qaz qarışığının 1 molunun kütləsi həmən qaz qarışığının orta molyar kütləsi adlanır. M orta bərabərdir. M1 nü1 üstəgəl M2 nü2 üstəgəl Mn nün bölünsün nü1 üstəgəl nü2 üstəgəl nün düsturunda hesablanır. Yəni bu nə deməkdir? İxtiyari qaz qarışığının orta molyar kütləsini tapmaq üçün, yəni bu qaz qarışığının 1 molunun kütləsini tapmaq üçün qaz qarışığını əmələ gətirən qazların kütlələrinin onların mol saylarına hasillərinin cəmini bölürük bu qaz qarışığını əmələ gətirən qazların sayını. Gördüyünüz kimi bu düsturun aşağıda həcmlə ifadəsində vermişəm. Çünki bəzi hallarda qazların mol sayı ilə yox, onların həcmi ilə verilir. Yəni bu zaman mol sayların yerinə sadəcə həcmlərini yazmaq kifayətdir. Qaz qarışığının orta molyar kütləsi elə fərz eləyin ki, bir növ ədəd ortaya bənzəyir. Yəni ixtiyari ədədlər, məsələn, tutaq ki, sizə 3 dənə müxtəlif ədəd verilir. Bu 3 ədədin ədəd ortasını necə tapırdıq?
Ədədləri toplayıb onların sayına bölürük, düzdür? M-orta da belədir. Bizə ixtiyari qaz qarışığı verilərsə, bu qaz qarışığının 1 molunun payına düşən kütləni tapmaq üçün, yəni ortalama 1 moluna nə qədər kütlə düşür, bunu tapmaq üçün qaz qarışığının ümumi kütləsi qazların sayına bölürük. Məsələn, gəlin nümunə əsasında baxaq. Tutaq ki, bizə 1 mol azot, 1 mol oksigen və 2 mol helyumdan ibarət ixtiyari bir qaz qarışığı verilib. Və bu zaman gəlin bu qaz qarışığının orta molyar kütləsini hesablayaq. Qaz qarışığını əmələ gətirən qazların hər birinin ayrı-ayrılıqda kütlələri onların saylarına vurulur, sonra toplanır və bölünür qaz qarışığını əmələ gətirən qazların ümumi saylarına. Bu qaz qarışığında 1 mol azot var. 1 mol azotun kütləsi 28-dir. Elə yazıram 28, üstə gəlir. Qaz qarışığının içərisində 1 mol oksigen var. 1 mol oksigenin kütləsi 32. Üstə gəl, başqa qaz qarışığının içərisində 2 mol helyum var. 1 mol helyumun kütləsi 4 qramdır. Burada 2 mol helyum iştirak elədiyinə görə cəmi bu qaz qarışığına helyumun verdiyi kütlə olur 8 qram. Bölünsün qazların sayına, yəni 4-ə. Demək, M-orta necə tapıldı? Qaz qarışığının ümumi kütləsini böldüm qazların sayına. Bu qaz qarışığının orta molyar kütləsi 17 qrama bərabərdir. Onu da qeyd edim ki, bu qaz qarışığı məsələlərində ən çox bizdən ixtiyari qaz qarışığının hansısa bir qaza görə nisbi sıxlığını hesablamaq soruşur. Qaz qarışığının nisbi sıxlığını hesablayarkən mütləq şəkildə qaz qarışığını əmələ gətirən qazların orta molyar kütləsini tapıb, daha sonra həmən qiyməti hansı qaza görə nisbi sıxlığı verirsə, o qazın kütləsinə bölmək lazımdır. Tutaq ki, elə bax bu qaz qarışığının hidrogenə görə nisbi sıxlığını soruşarsa, DH2 bərabərdir. Görürsünüz yazmışam 17 bölü 2. Burada 17 nə idi? Bu qaz qarışığının orta molyar kütləsi. Yəni belə çıxır ki, nisbi sıxlığı biz hesablayanda qazın istər qaz olsun, istər qaz qarışığı olsun, 1 molunun kütləsini biz bölürük. 1 mol hansı qaza görə nisbi sıxlıq deyirsə onun kütləsini. Ya burada olunan ən böyük yanlışlardan biri nədir? İxtiyari qaz qarışığı verilir, onun hansısa bir qaza görə nisbi sıxlığını soruşur. Məsələn, uşaqlar götürür, qaz qarışığının ümumi kütləsini tapırlar. Məsələn, tapmışdıq biz 68. Həmin 68-i bölürlər hidrogenin kütləsini 2-yə. Bu tamamilə yanlışdır. Çünki bu 68 qram qazı 4 dənə qaz birləşib əmələ gətiribdir. Bəs ortalama onda bunun birinə düşən kütlə nə qədərdir? 17 qram. Bax, həmən o 17-yə görə nisbi sıxlığı hesablamaq lazımdır. Qaz qarışığına kənardan qaz əlavə olunduqda, verilmiş qaz qarışığının orta molyar kütləsi dəyişir. Qaz qarışığının orta molyar kütləsi arta bilər, azala bilər və yaxud da sabit qala bilər. Bu asılıdır həmən qaz qarışığına əlavə olunan qazın kütləsindən. Əgər kənardan əlavə olunan qazın kütləsi qaz qarışığının kütləsindən, orta molyar kütləsindən çoxdursa, həmən qaz qarışığının orta molyar kütləsi artar. Əgər əlavə olunan qazın kütləsi qaz qarışığının orta molyar kütləsindən kiçikdirsə, onda həmən qaz qarışığının orta molyar kütləsi azalar. Yox, əgər qaz qarışığının əlavə olunan qazın orta molyar kütləsi qaz qarışığımızın orta molyar kütləsinə bərabərdirsə, onda həmən qaz qarışığının orta molyar kütləsi sabit qalar. Nümunəyə baxaq. Tutaq ki, bizə 1 mol N2, 1 mol O2 və 2 mol H2-dən ibarət qaz qarışığı verilib. Və bu qaz qarışığına kənardan CH4, CO və helyum əlavə etmək lazımdır. Və bu hər üç halda ümumi qaz qarışığının orta molyar kütləsi necə dəyişir? Demək, biz əvvəlcə qaz qarışığımızın orta molyar kütləsini hesablayaq. Daha sonra
Qarışığa əlavə olunacaq qazların kütlələrini ayrı-ayrılıqda hesablayaq. Buradan görünür ki, qaz qarışığımın orta molyar kütləsi 16 qrama bərabərdir. Onda bu qaz qarışığına kənardan əlavə olunan qazlardan, məsələn, əgər CH4 əlavə etsək, qaz qarışığımın ümumi orta molyar kütləsi sabit qalar. Çünki CH4-ün kütləsi M-ortanın kütləsinə bərabərdir. Əgər kənardan qaz qarışığımıza CO əlavə etsək, qaz qarışığımızın orta molyar kütləsi artar. Çünki əlavə etdiyim qazın kütləsi, CO-nun kütləsi 28, orta molyar kütlədən böyükdür. Yox, əgər helium əlavə etsək, onda əlavə olunan qazın kütləsi orta molyar kütlədən kiçik olduğuna görə, sonda aldığımız qaz qarışığının orta molyar kütləsi azalır. Yəni, bir də təkrar edirəm, qaz qarışığına kənardan qaz əlavə etdikdə orta molyar kütlə asılıdır əlavə olunan qazların kütləsində. Bundan başqa, qaz qarışığı məsələlərində rastımıza çıxan suallardan, belə deyək, ən çox rastımıza çıxan suallardan biri də budur. Bu tip sualları necə həll edirik? Ümumiyyətlə, burada sual nədən ibarətdir? Tutaq ki, bizə ixtiyari 2 qazdan ibarət qarışıq verilərsə, məsələn, nümunə olaraq yazmışam bura, N2 və CO2-dən ibarət qarışıq verilir və bizdən deyər ki, məsələn, N2-nin A və B burada azotla CO2-nin mol miqdarını göstərir. Məsələn, tutaq ki, bizə deyər ki, azotun mol miqdarını CO2-dən çox götürərəmsə, yəni A-nı B-dən çox götürərəmsə, orta molyar kütlə hansı qiyməti alar? Və yaxud da əksinə, B-ni A-dan çox götürərəmsə, orta molyar kütlə hansı qiyməti alar? Bu zaman biz A-nın və B-nin yerinə ixtiyari rəqəmlər qoyub hesablamada apara bilərik. Əlbəttə ki, bu bizim çox vaxtımızı aparır. Amma bunun belə bir izahı var. Yəni, asan yolla bunu necə yadda saxlaya bilərik, yəni necə asanlıqla tapa bilərik? Əgər bunların ikisindən də eyni mol sayda götürsəydim, yəni tutaq ki, A mol N2 və yaxud da A mol CO2, yəni və yaxud da 1 mol N2, 1 mol CO2 götürsəydim, yəni eyni mol sayda götürsəydim, M-ortam olardı 36. Amma eyni mol sayda deyil. Tutaq ki, birinci şərtə gəlin baxaq. A böyük B olarsa, yəni azotun mol sayı CO2 mol sayından çox olarsa, M-orta hansı qiymətləri ala bilər? Qaydanı deyirəm. Əgər kütləsi kiçik olan qazın sayı çox götürülərsə, M-orta 36 ilə, yəni bərabər sayda götürsəydim o alacağım M-ortanın qiyməti ilə, kütləsi kiçik olan qazın kütləsinin qiyməti arasında rəqəm alardı. Yəni M-orta 28-dən böyük, 36-dan kiçik qiymət alar. Yəni 36-dan 28-ə, yəni kütləsi az olana daha yaxın qiymət alır. Yəni bu aralıqdır. Bir də təkrar edirəm. Kütləsi az olandan çox götürərəmsə, onda M-orta həmən az kütləyə yaxın qiymət alır. Və yaxud da əksinə, əgər kütləsi çox olan qazdan çox götürülərsə, onda M-ortamız 36 ilə kütləsi çox olan qazın, yəni 44 arasında qiymət alır. Bu şəkildə 36-dan böyük, 44-dən kiçik qiymət alır. Yenə təkrar edirəm. Yəni bu tip məsələlərdə bir hesablama da apara bilərsiniz. Məsələn, A-ya ixtiyari bir rəqəm, B-yə ixtiyari bir rəqəm verib, 2-3 dənə qiymət alıb, ortaq bir qiymət götürə bilərsiniz. Amma bu bizim üçün vaxt itkisidir. Ən yaxşısı bu qaydadır. Demək, bu tip sual düşərsə, necə hesablayırıq? Birinci ixtiyar tutaq ki, elə fərz edirəm ki, bundan da 1 moldur, bundan da 1 moldur. Əgər eyni götürsəydim, M-ortam olardı 36. Bu 36-dan yola çıxıram. Onda kütləsi az olandan çox götürsəm, M-orta 36 ilə kütləsi az olanın qiyməti arasında, çox olandan çox götürərəmsə, M-orta kütləsi çox olandan 36-nın arasında qiymət alar.